Corab geyinməsən, mütləq vaspaleniya olacaqsan. Corab geyinməmək tək başına ginekoloji iltihaba səbəb olmur. Bu tip infeksiyalar adətən bakteriya və ya digər mikroorqanizmlərə bağlı yaranır. Menstruasiya 2 ay, 3 ay gəlməsə də normaldır. Qadınlarda belə olur. Menstruasiya dövrünün tez-tez gecikməsi və ya itməsi bədənin verdiyi bir siqnal ola bilər. Bu hal hormonal balansın pozulduğunu göstərə bilər. Diqqətdən kənarda qalmamalıdır. Hormon problemləri yalnız menopauza yaşında başlayır. Hormon balansı hər yaşda dəyişə bilər. Yeniyetməlikdə də, 20'li yaşlarda da, 30'lu yaşlarda da hormonal problemlər yarana bilər. Stress sadəcə psixoloji məsələdir, hormonlarla aidiyyəti yoxdur. Xroniki stress kortizol, estrogen və progesteron balansına təsir edə bilər. Bu isə ovulyasiyaya və ümumi hormonal tarazlığa təsir göstərir. Hormonları düzəltmək üçün mütləq detoks içkiləri və bahalı əlavələr lazımdır. Hormon balansını yaxşılaşdırmağın ən təsirli yolu sağlam həyat tərzidir. Düzgün qidalanma, keyfiyyətli yuxu, stressin idarə olunması və fiziki aktivlik.